çox üzr istəyirəm. Necə əlbəttə? Yəni Bir saniyə. Qida əlavəsini necə Bir insan dəqiqə sağlığına üzr zərər istəyirəm. Mən Orada çox üzr istəyirəm. Çox sözümün qısaca deyim bunu. kəsirləri mən bunu vurulur. Ki, bakteriyaların inkişafı dayandırılır. Hətta o məhsulu bəzi piçenlər, keklər, biskvitlər Bitkilərin ömrünü uzatmaq üçün. əlbəttə istənilən halda, yəni biraz əvvəl Mən həkim çox üzr istəyirəm. Necə əlbəttə? Yəni bir saniyə. qida əlavəsini necə Bir insan dəqiqə sağlığına üzr zərər istəyirəm. Mən Orada çox üzr istəyirəm. Çox sözümün qısaca deyim bunu. kəsirləri mən Sözdə Şimarə xanıma üstad və eyni məhsulla bağlı. Xahiş edirəm, yox. Gəlin soruşaq, çox üzr istəyirəm. Mübariz bəy, üzr istəyirəm. Bu məsələni davam edəcəyik. Bu məsələni aydınlaşaq. Şimarə xanım, məhsulun rəf ömrünü uzatmaq üçün ona qatılan qatqılar sağlamlığa hansı ziyanı vurur? Qatqı maddələri sağlamlığa zərərlidir. Bu bir mənalıdır. Bunu tədqiqatlar göstərir. Bunu mən demirəm. Birbaşa təsir göstərməsə də zamanla uzun müddət istifadə edildikdən sonra təsir göstərir. Dövlət qurumu ən azından onun üzərində olan yazı var. Onu etiketi mütləq elə bir şəkildə olmalı, vətəndaş oxuya bilsin onu. Qidalanmalıyıq yağla. Yəni duru yağ onu əsla əvəz etmir. Kərə yağı kərə yağdır. Bunu qidalanmaq lazımdır. Bunu da bildirim, xahiş edirəm. Bunu bildirim. Biraz əvvəl Ramazan bəy şəxsi ittiham bir məsələsinə keçdi. Yəni deyir ki, mübarizin hansı şirkətlə yağınan prinsipi var. Əvvəla siz mənə tanısaq, bütün vətəndaşlar da az çox tanıyır. Mənim heç kimlə sözüm yoxdur. Olsa da birbaşa deyirəm, ən azından sosial mediada paylaşma imkanım var. Və edirəm. Hörmətli Şimarə xanım həkimdir. Mən onun həkimliklə bağlı məsələlərə necə ki, müdaxilə edib onun fikrinin üstünə fikir deyə bilmərəm. Amma qida əlavələri məsələsində də mən qida mütəxəssisiyəm. Ona görə o fikrini qətiyyətlə təqzib edirəm və buradan ictimaiyyətə yanlış fikir verməyi mən yanlış görürəm ki, qida əlavələri barədə biz deyək ki, bunlar təhlükəlidir. Yəni, dolayısıyla biz götürüb demək ki, qida əlavələri ümumilikdə təhlükəlidir, bu yanlış bir fikirdir. Bu ictimaiyyətə yanlış mesaj ötürməkdir. Dolayısıyla qida əlavələri qida sənayesinin olmazsa olmazıdır. Sadəcə müəyyən miqdarda sağlamlığa zərərli deyil. Uzun müddətli qəbulu. Bəli. Bax, bunu mən vurğulayıram. Siz qida mütəxəssisi kimi yoxladığınız zaman həmin məhsulun tərkibində olanın zərərsiz olduğunu aşkar edə bilərsiniz. Amma insanlar onu nə dərəcədə, hansı sıxlıqla istehlak edir, bu sizin məsuliyyətinizdə deyil. Mən istehlakının çox olduğu zaman problemlər yaratdığını bildirirəm. Amma davamlı istifadə və sadəcə bu yağın içərisində deyil. 30 saniyə vaxtımız